Salam, hər vaxtınız xeyir olsun. Mən Pərviz Hüseynov, hər birinizi salamlayıram. Bu videoda sizlərə yeni qanunvericiliyə əsasən, yəni yeni dəyişikliyə əsasən mövcud hesablanması 2026-cı il üzrə nümunə fayl üzərindən hesablama qaydasını sizinlə bölüşəcəm. Hesablama qaydasına başlamazdan öncə bildirim ki, burada sol tərəfdə aylar üzrə son 12 aylıq əmək haqqılar göstərilib. Orta hissədə bir günlük məziyyətə aid olan hissələr, sağ tərəfində aylıq əmək haqqı və toplamda fərqi çıxarmışıq. İndi bunların bir-bir sizə açıqlamasını verəcəm. Bir işçinin tutaq ki, aylıq əmək haqqısı yeni qanunvericiliyə əsasən bilirik ki, sonuncu əmək haqqından az olmayaraq ödəniş həyata keçirilməlidir. Sonuncu əmək haqqı az olduğu halda son 12 aylıq əmək haqqı məbləği çoxdursa, həmin çox məbləğ nəzərə alınmalıdır. Deməli, burada aylarımız var. Sol tərəfdə yanvar, fevral, son 12 aylar götürülüb. Aylıq əmək haqqı məbləğləri aylar üzrə alınmış pullardır. Bunlar gross məbləğlərdir. 750, 1200, 1400, 550 və sair məbləğlər. Toplamda bu məbləğlər 9739 manat bir məbləğ əmələ gətirib və orta aylıq əmək haqqı tapılması zamanı biz deyirik ki, son 12 ayda toplanmış məbləğlər bölünəcək 12-yə. Fikir versiniz, funksiya üzərindən də biz bunu bölmüşük. 12-yə alınıb 811 manat 58 qəpik. Bu olub bizim orta aylıq əmək haqqı məbləğimiz. Orta aylıq əmək haqqı tapıldıqdan sonra biz bunu əmək məcəlləsinə uyğun olaraq bölmüşük 30.4-ə. Yəni 811.58 bölünsün 30.4 ayların orta gün sayıdır. 26.70. Yəni bir günlük məzuniyyət pulumuz neçə manatdırsa biz bunu tapmışıq və bu məbləğ olub 26 manat 70 qəpik. Məzuniyyət günlərinin sayı yazılıb 21 gün və məzuniyyətin pulu yazılıb 560 manat. Yəni bir günlük məbləğ vurulub məzuniyyət təqvim günlərinin sayına və alınmış pul 560 manat gross burada göstərilib. Aylıq əmək haqqımız, işçinin aylıq əmək haqqısı 800 manatdır və aylıq iş günlərinin sayı 21 gündür. Bir günlük əmək haqqısı düşüb 800 manat bölünsün 21-ə, 38 manat 10 qəpik hesablanıb və əmək haqqısı olub 800 manat. Çünki bir günlük vurulsun 21 iş gününə, o da deyib 800 manat. Yəni bizim burada əsas məqsədimiz arada olan fərqin hesablanması. Yəni əvvəlki hesablamalarda İşçi əgər 21 gün məzuniyyətə çıxsaydı, 21 gün işə gəlməsəydi, 560 manat pul alacaqdı qross olaraq. Halbuki onun aylıq əmək haqqısı 800 manat təşkil edirdi. Hazırda dəyişiklik olunmuş qanunvericiliyə əsasən qanunvericilik bildirir ki, əgər işçinin sonuncu əmək haqqından az olarsa hesablanmış məbləğ, sonuncu əmək haqqısı nəzərə alınacaq. Yəni bu hesablamada işçi 21 gün işə gəlməzsə, məzuniyyət yazarsa 800 manat pul almış olacaq. Yəni arada sağ tərəfdə fikir versəz, bax burada fərqi göstərmişik. Fərq nədən ibarətdir? Aylıq əmək haqqı çıxılsın məzuniyyət pulundan. Yəni 239 manat 37 qəpik əvvəlki qanunvericiliyə görə işçi əski əmək haqqı almalı idi gross olaraq. Amma hal-hazırda məcəlləsində olan dəyişikliyə əsasən təbii ki, işçilərin əmək şərtlərinin yaxşılaşdırılması halı kimi nəzərə alınır. Bu da 239 manatlıq bir fərqi işə götürən qarşılayır hal-hazırda. Yəni işçi istənilən ayda, istər mart ayında, istər fevral ayında iş günlərindən asılı olmayaraq hansı ayda məzuniyyətə çıxmağından asılı olmayaraq işçi aylıq tam olaraq əmək haqqısını almış olacaq. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, əmək məcəlləsi üzrə 2026-cı il yenilənmiş bütün dəyişikliklərin hər birinin yer aldığı bizim əmək məcəlləsinin yeni test toplusu nəşri artıq satışa çıxarılıb. Ekranda hal-hazırda onu sizlə bölüşürəm. Əmək məcəlləsinin bir neçə səhifələnmə hissəsini sizinlə bölüşəcəm. Burada test toplumumuz haqqında məlumatlar verilib, müəllif haqqında məlumatlarımız var. Bu hissədən siz QR kodu skan etməklə kitab haqqında rəylərinizi bildirə bilərsiniz. Və birinci bölməmiz başlayır. Əmək qanunvericiliyə uyğun olaraq birinci bölmə ümumi normalardan bəhs edir. Yəni, məcəllə hansı formada ardıcıllıqla yazılıbsa, bizim test toplumumuzda məhz bu ardıcıllıqla yazılmışdı. Bütün dəyişikliklər, yeniliklərin hər biri fikir versiniz məsafədən işdir, elzamiyyət haqqında qanunlar, hər biri məcəllədə test toplusunda öz əksini tapır. Və əlavə olaraq hər 20 sualın sonunda siz sağ tərəfdə belə bir QR kod görürsünüz. Bu QR kodu skan etməklə siz sualların ümumi izahına baxa bilərsiniz bu 20 sualın və eyni zamanda test toplusunun ən sonuncu hissəsində burada bizim cavablar göstərilib. Yəni buradan da cavablara baxa bilərsiniz.
Test bankının çatdırılması ünvanlara, regionlara, bütün ölkə daxilində iş yerlərinə göndərilməsi mümkündür. Sifariş üçün aşağıda nömrə qeyd edəcəm. Həmin nömrə ilə eyni zamanda sosial şəbəkə üzərində bizimlə məlumatları e, yazmaqla istəyə bilərsiniz. Ətraflı məlumat bu formada göndəriləcək. Sağ olun, növbəti videolarda görüşərik.